evdə baxış hazırlayacağıq. Neçə getdi hazırlamağa. İndi isə marshmallowlarımızı benmar üsulu ərdik. Azca bu sport peçenyanın üzerine süt töküyoruz ki yumuşalsın. İndi isə bunun üzerine qatlayacaq qədəri marshmallow əlavə edirəm. Bunu da qapaq kimi üstünü koyuruq. Artıq baxışlarımızın son mərhələsi. Şokolada buyuruq. Baxışlarımızı dondurucuda 10-15 dəqiqə saxladıqdan sonra servis edəcəyik. Budur, baxışlarımız artıq hazırdır. Çayla çox qəşəng gedir. Sizlər də buyurub evdə hazırlaya bilərsiniz.